Bəli, Türkiyədə Türk dili ailəsi günü tam bir bayram havasında silsilə tədbirlərlə qeyd edilir. Hal-hazırda Atatürk Dil Qurumundayıq. Burada geniş bir panel təşkil edilib. Türkiyənin müxtəlif şəhərlərdən gələn mütəxəssisləri, tanınmış dilçiləri, alimlər, ziyalılar, rəsmi şəxslər iştirak edirlər. Operatorumuz Allahverdi Məmmədov göstərəcək. Hal-hazırda qurumun rəhbəri çıxış edir və bir qədər əvvəl UNESCO-nun Milli Komissiyasının rəhbərliyi geniş məlumat təqdim etdi. Bu proses haqqında, indiyə qədər gəlinən, keçilən yol haqqında məlum oldu ki, əslində çox çətin bir yoldan keçilib bugünkü qərarın qəbul edilməsi üçün. Türkiyə, Azərbaycan, Özbəkistan, Qırğızstan, Qazaxıstan 2018-ci ildən UNESCO-ya müraciət ediblər. Müxtəlif toplantılar keçirilib, müzakirələr aparılıb. Ən son Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci zirvə toplantısında məsələ gündəmə gəlib və Türkiyə UNESCO-ya müraciət etməsi, qərar layihəsini təqdim etməsi ilə bağlı razılığa gəlinib. Bu məsələ özünü Qəbələ bəyannaməsində də öz əksini tapıb. Nədən 15 dekabr tarixi seçilib? 1889-cu ildə Danimarkalı türkoloq Wilhelm Thomsen tədqiqatlar başlayıb Orxon Yenisey abidələri ilə bağlı və 15 dekabr 1893-cü ildə Orxon Yenisey abidələrinin, Göytürk abidələrinin məhz türklərə məxsus olduğu müəyyənləşib, açıqlanıb və bu tarix Türk dili ailəsi günü kimi seçilib. Məhz müraciətdə də bu qeyd edilib və olduqca önəmlidir ki, Türk dili ailəsi olaraq qeyd edilir. Çünki təkcə Türkiyədə və Azərbaycanda danışılan türkçə deyil, bütün türk xalqlarının danışdığı, istifadə etdikləri ləhcəni bu bayram ehtiva edir. İnsanlar bir-birini təbrik edirlər. Bu ilk dəfə qeyd edilir bu il və böyük bir coşqu var. Mütəxəssislər bu günün türk dilinin qorunması və gələcək nəsillərə çatdırılması baxımından olduqca mühüm addım olduğunu qeyd edirlər. Bugün gün boyu tədbirlər davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakı ilə də böyük bir toplantı keçiriləcək. Biz gün boyu ictimaiyyətimizi bu önəmli hadisənin gedişatı ilə bağlı, tədbirlərlə bağlı məlumatlandırmağa davam edəcəyik. Hələlik söz sizdədir.